Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev İmamzadə dini kompleksində olub. Burada icra başçısı ziyarətgahda aparılan əsaslı tikinti bərpa işlərinin gedişi ilə tanış olub. İlk olaraq icra hakimiyyətinin başçısını Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov salamlayıb. Burada icra başçısına müqəddəs Qurani Kərim təqdim edib. İcra başçısı ölkəmizdə ziyarətgahlara, müqəddəs ocaqlara, dini abidələrə göstərilən dövlət qayğısından danışıb. Qeyd edək ki, İmamzadə dini kompleksinin təmiri və bərpası, onun ətrafında abadlaşdırılma işlərinin aparılması ilə bağlı ötən il ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə prezidentin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb. Kompleksdə tikinti bərpa işlərinə 2010-cu ilin aprel ayında başlanılmış. Hazırda işlərin yarısı görülüb. Bu ilin sonunda da isə işlərin tam başa çatdırılacağı nəzərdə tutulur. Daha sonra Gəncə şəhər icra hakimiyyətinin başçısı Şəhidlər Xiyabanına da gəlib. Xiyabanda aparılan abadlıq işləri ilə maraqlanıb. Qeyd edək ki, xiyaban 17 hektar ərazini əhatə edir və 365 şəhid dəfn olunub. Hazırda xiyabanda Şəhidlər Abidə kompleksinin inşasına başlanılıb. Hündürlüyü 18 metr olan kompleksdə tikinti bu ilin sentyabr ayında yekunlaşacaq. Həyata keçirilir. Artıq bir neçə istiqamətdə işlər başlanılıbdır. Bütün bunlar da ölkə rəhbəri, möhtərəm cənab prezidentin bir daha qeyd edirəm ki, Gəncəyə, Gəncəlilər olan diqqət qayğısına irəli gəlir. Yerdə qalan məsələləri iş əsasında danışarıq. Bu günlər İmamzadədə və Şəhidlər Xiyabanında oldunuz. Necə razılıqsınızmı bu gedilən işlə? Qoy cəmaət razıdır, sözün desin. Biz hamımız razıyıq. Hamımız razıyıq. Sonda qeyd edək ki, Gəncə şəhərində olan digər xiyabanlar da abadlaşacaq. Bəxtiyar Əlioğlu, Rövşən Əmrəslanoğlu, İntera az üçün Gəncə.